faktlar və məqamlar çoxdur. Siz yazmağınıza davam edin əziz dinləyicilər. Bir də ki, Fərdi bəy, kommunal məsələlərinə istəyirəm toxunaq. Bax, son yağışlardan sonra bir çox yeri su bastı. Yəni, dəyər belə yerlərdən torpaq almağa, yoxsa necə? Burada artıq fərdi bir məsələdir. Yəni ki, burada artıq bu qiymət məsələsi xüsusi rol oynayır. Yəni xüsusi rol oynayır. Sadəcə bu torpaq alışı zamanı, yəni ki, burada indi əgər çıxarışda yazılırsa ki, elektrik, qaz, yəni bu texniki pasportda yazılırsa ki, elektrik, qaz, su, yəni yenə də hər ehtimala hüquqi bir yoxlanış olmalıdır. Həmən o orada yoxlanmalıdır. Yəni elektrik dirəkləri hansı metr məsafədəndir? Suda, yəni bu su məsələsində artezyan icazə varmı? Və yaxud həmin ərazidə kanalizasiya xəttləri varmı? Bu məsələlər, məsəl üçün, tutaq ki, bir çox adam torpaq sahəsi alır, heç orada qaz xətti olmur. Deyir ki, mən torpaq sahəsini alım, daha sonra qaz çəkilir.